Saatı necə deyirik? Deməli, saatı bilməyimiz üçün birinci biz bilməliyik ki, ingilis dilində saat 24 saat söhbəti yoxdur. Yəni nə deməkdir bu? Bizdə necə ki saat 1-də günorta saat 1-də 13:00 deyirik, saat 2-də 14:00 deyirik. Amma onlarda bu söhbət yoxdur. Saat 12-dən sonra yenə günorta saat 1-ə, yenə 1-dən başlayır, sonra yenə 2, 3, da 13, 14 bu söhbət olmur. Bəs bunları necə ayırırlar? Gündə 2 dəfə saat 1 olur, 2 dəfə 2 olur. Onları EM və PM söhbətindən ayırırlar. Gecə saat 12-dən günorta saat 1-ə qədər olan müddətə EM, günorta saat 1-dən gecə saat 12-yə qədər olan müddətə isə PM deyilir. Bunu bildiksə, indi saatı necə deyirik? Gəlin ona baxaq. Deməli, işləmiş, yəni saat müəyyən bir vaxtda işləyibsə, biz də işləmək deyirik də. Onu müxtəlif deyirik, qalmağa isə müxtəlif deyirik. Biz burada bilməliyik hansı sözü? Past sözünü və to sözünü bilməliyik. Past bildiyimiz kimi keçmək deməkdir. To isə AE şəkilçisi mənasını verirdi. Əslində burada da mənalarını saxlayırlar. Necə saxlayırlar? Tutaq ki, 8:05-dir də, yəni 8-dən 5 dəqiqə keçibdir. İndi bura fikir verək. 5, 5, past keçib, 8, 8-i. Yəni 5 8-i keçibdir. 8-dən 5 dəqiqə keçmiş, yəni 9-a 5 dəqiqə işləmiş deməkdir. Və yaxud 10 past 8, yəni 10 keçibdir, nəyi? 8-i. Yəni 8 10 9-a 10 dəqiqə işləmiş deməkdir. Bu şəkildə işləmişlər deyilir. 15 dəqiqə işləmişə quarter deyilir. Quarter bilirik ki, 1/4 mənasını verir. Ona görə 60 dəqiqə yanında 1/4, 15 dəqiqə olduğu üçün işləmişdə və qalmışda biz bu sözdən istifadə eləyəcəyik. Eyni şəkildə past gəlir və yarısına qədər. Yarısı da half bilirik ki, yarım deməkdir. Half past 8, yəni yarım keçibdir 8-i, yəni 9-un yarısı deməkdir. Qalmışda isə to-dan istifadə edirik. İndi burada əsas bir məqama diqqət eləmək lazımdır ki, biz işləmişi deyəndə, yəni yarısına kimi burada gördüyümüz rəqəmlərin özündən istifadə edirik. Yəni 8 varsa biz burada fikir verirsək ancaq 8-dən danışırıq və 5 yazıbsa 5, 10 yazıbsa 10 bu şəkildə istifadə edirik və fərqi yoxdur, işləmiş qalmış hər yerdə birinci dəqiqəni, sonra isə saatı demək lazımdır. İndi 30-a qədər dediyim kimi birinci, yəni burada rəqəmlərin hamısının özünü deyirik. Amma 30-dan sonra artıq biz buradakı rəqəmlərin heç birini deməyəcəyik. İndi niyə demirik? Məsələn, 8 35-dir də bu. Nəsə deməkdir bu? 9-a 25 dəqiqə qalmış deməkdir. Da görürsüz elə öz dilimizdə də 9-a 25 dəqiqə qalmış. Nə 8 demədik, nə 35 demədik. Yəni qalan dəqiqə nədirsə 60-dan burada yazılan dəqiqəni çıxırıq. Qalan dəqiqəmiz nədirsə 10 deyirik. Yəni 25-i deyirik, 25. To AE şəkilçisi demək idi. Neçəyə qalıbdır? 9-a. Yəni 9. Yəni 25 to 9. 25 dəqiqə 9-a. Yəni 9-a 25 dəqiqə qalmış deməkdir bu. Və yaxud 60-dan 40 çıxırıq 20, 20 to 9. Deməli 9-a 20 dəqiqə qalıbdır. Və yaxud 15 yenə bayaq dediyim kimi 1/4 quarter-dır. O da quarter to 9, 9-a 15 dəqiqə qalmış deməkdir. Bu şəkildə hamısı gedir. Tamam olanda isə 8 tamam, məsəl üçün 9 tamam, onda olur. Deməli 8 o'clock, 9 o'clock, yəni o'clock deyirik. Yəni bu şəkildə deyilir və saatı deyərkən it's-lə deyirik. It's məsəl üçün 8 o'clock və yaxud it's 5 past 8 və s. Yəni bu şəkildə də saatı deyirik. İndi bu sual sizədir. Deyin görüm, yorumlarda yazarsınız. Bu saatı necə deyirik? 6:18 və 9:51. Bunları yazın görüm necə deyilir.